Astara şəhər sakini Abdullayev Zahid İzzətullah oğlu. Birinci Qarabağ əlili. Yəni mən Qarabağda yaralanmışam. Mənim şikayətim odur ki, Sosial Müdafiə Nazirliyi onların məmurlarındandır. Mən əlil ola Qarabağ əlili götürüblər, mənə mülki əlilliyi veriblər. Mən əlil olmasaydım, bu da mənim kinişkəm. 18 il pensiya almışam. Şikayətim onlardandır. Bu da mənim cəmiyyətin üzvünün kinişkəsi. Yəni mən əlil olmasaydım bunları mənə niyə verərdilər? Bu da mənim veteran kinişkam. Yəni veteran olmasaydım, əlil olmasaydım dövlət bunu mənə verməzdi. Yəni bu da mənim dövlətin verdiyi avtomobil, onun texnik pasportu. Mən əlil olmasaydım, Qarabağda vuruşmasaydım, bu dövlət bu avtomobili mənə verməzdi. Yəni mənim şikayətim həqiqətən Sosial Müdafiə Nazirliyində. Mən Qarabağa əlil ola götürüblər, mənə mülki əlilliyi veriblər. Mən dövlət başından xahiş edirəm ki, mənim bu işdə köməklik eləsin. Yəni öz əlilliyimi bərpa eləsinlər də. Yəni artıq dərəcədə xahiş edirəm ki, yəni bu ev də dövlət verib. Mən əlil olmasaydım, dövlət başçısı bu evi mənə verməzdi. Yəni məni işlə təmir eləməzdi, avtomobillə təmir eləməzdi. Artıq dərəcədə Mehriban xanımdan, vitse-prezidentimizdən xahiş edirəm ki, mənim bu işimə səs versin, dəstək olsun, mənim əlilliyim bərpa olsun. Mən 18 il Qarabağ adından, Qarabağ əlilliyinin adından bana pensiya verirlər Sosial Müdafiə Naziri. Onların öz səhvləridir. Mən həqiqətən travma almışam Qarabağda, yaralanmışam. Yəni mənə avtomobil, iş, ev, yəni bunları dövlət verib. Mən əlil olmasaydım, bu hardan bu evi mənə verərdi, maşını verərdi, pensiyanı verərdi. Bunlar götürüblər, təzəliyiblər, mənim Qarabağ əlilliyimi dəyişdiriblər, götürüblər, mülki əlilliyi veriblər. Yəni artıq dərəcədə məmurlardan, nazirlərdən xahiş edirəm ki, mənə dəstək olsunlar. Yəni artıq dərəcədə xahiş edirəm dövlət başçısına, hörmətli prezidentdən, yəni mənə dəstək olsunlar. Mən öz əlilliyimi alım. Mən onlardan nə istəyirəm? Öz əlilliyimi istəyirəm də. Başqa şey istəmirəm ki, onları söymürəm ki. Həqiqətən mən Qarabağ əliləm. Sağ olsun bizim dövlət başçımız, bizim nazirimiz bu əlilliyimi mənə vermişdilər, evi mənə vermişdilər. Hər yerdə mənə dəstək olublar. İndi bunların səhvidir, öz səhvlərini düzəltsin.